Yaxşı, başlayaq. Deməli, suallara baxacağıq. Suallara cavab vermək istəyən müəllimlər əllərini qaldırsın. Sırayla mən hər müəllimə 2-3 sual verəcəm, davam eləyəcəyik. Kimlər cavab vermək istəyir? Buyursun. Nurxanım Quliyeva, sizdən başlayaq. Başlayaq. Cəmiyyət üçün faydalı işlər görmək istəyirəm. Tamamilə razıyam. Deməli, cəmiyyət üçün faydalı işlər görmək istəyirəm. İş yerində Tamamilə razıyam. Düzdür. bəli. Daha sonra. İş yerində dürüstlük hər şeydən üstün. İş yerində dürüstlük hər şeydən üstündür. Tamamilə razıyam. İş yerində dürüstlük hər şeydən üstündür. Burada niyə görə tamamilə razıyam olmalıdır? Çünki düzgünlük, dürüstlük hər şeydən öndə gəlir. Aha, bəli, tamamilə razıyam. 3-ə baxaq. İnsanlara yuxarıdan aşağı baxmağı sevirəm. Qətiyyən razı deyiləm. Aha, niyə görə? Çünki hər kəs birdir. İnsanlara İnsanlara yuxarıdan yuxarıdan baxmaq aşağı düzgün deyil. Ona görə qətiyyən baxmaq razı. düzgün deyil. Bəli. Yaxşı, Günlar Ələkbərova. Bəli. Bəli. Səhvlərimi həmişə üzr istəyirəm. Səhvlərimi həmişə başqalarının üzərinə atıram. Qətiyyən razı deyiləm. Aha, niyə görə? Səhvlərin başqalarının üzərinə atmaq olmaz. Doğru deyil. Öz səhvlərimi başqasının üzərinə atıb yalan danışmaq doğru deyil. Deməli, qətiyyən razı deyiləm. 5-ci sual. Səyahət etmək dünya görüşümü genişləndirir. Səyahət etmək dünya görüşümü qismən razıyam. Burada elə suallar var, müəllim, testi işlədik. Qismən razıyam sözü cavabı daha çox idi. Deməli, burada cavabımız nə idi? Qismən razıyam. Ya tamamilə. Siz deyirsiniz qismən razıyam. Fərqli cavab deyən müəllimələr var. Mən deyim. Buyurun. Burada mənim fikrimcə razıyam da olacaq. Çünki tək səyahət etməklə dünya görüşü genişlənmir. Kitab oxumaqla, nə bilim, təlimlərə qoşulmaqla dünya görüşü mənə elə gəlir ki, genişlənir. Deməli, Günlar müəllimə. Səyahət etmək dünya görüşünü genişləndirir. Təbii ki, dünya görüşünü genişləndirir. Amma dünya görüşünü səyahət etmək 100% genişləndirmir də. 80% səyahət etmək dünya görüşünə təsir eləyir. 20% də kitab oxumaq, başqa məsəl üçün məlumat toplamaq, nəyisə praktikada tətbiq etmək, yəni dünya görüşünü bu genişləndirə bilər. Ona görə də razıyam cavabı daha düzgün olacaq. Aydın oldu? 6-cı sual. Bəli. Geyinmə və xarici görünüşümə diqqət yetirirəm. Razıyam. Burada da eyni qaydada 80% geyinmə və xarici görünüşünə diqqət yetirmək lazımdır. 20% isə başqa məsələlərə. Yaxşı, 7-ci sualda baxın. Həyatımda intizama böyük önəm verirəm. Tamamilə razıyam. Aha, yəni nizam-intizam öndə olmalıdır. Ona görə tamamilə razıyam cavabı doğrudur. Yaxşı, Gülarə Xəlilova. Salam. Salam, buyurun. Bəzən köhnə dostlarla əlaqəni itirmək normaldır. Burada razıyam olacaq məncə. Çünki elə vaxt olur ki, nə bilim, adam danışmır.
Aha, niyə görə razıyam? B variantı razıyam. Aha. Baxın, siz deyirsiniz ki, E, bəzən köhnə dostlarla əlaqəni itirmək normaldır. Razıyam cavabı odur ki, 80% əlaqəni itirmək sizə görə normaldır, amma 20% normal deyil bu baxımdan. Amma təbii ki, dost varsa, əsl dost varsa, əsl dostla əlaqəni itirmək normal olmaz məncə. Mən elə fikirləşirəm ki. Razıyam cavabımı vururam, amma məncə burada cavab qismən razıyamdır. Yəni 50% normal olar, 50% normal olmaz. Bu baxımdan mənə görə. 9. Yaradıcı işlərlə məşğul olmaq mənə stimul verir. Stimul nə mənasını verdi ki, müəllim? Stimul yəni motivasiya vermək. Aha, hə, burada tamamilə razıyamdır. Ola bilər tamamilə razıyam olsun, amma Yeni bəzən işlərlə məşğul olmaq. yaradıcı işlərlə məşğul olmaq stimul verir, verməyinə. Sadəcə olaraq həmişə belə deyək də 100% stimul vermir də. 80% ola bilər məsəl üçün məni motivasiyalandırsın, amma 20% bəzi məsələlər yox. Ona görə məncə burada cavab razıyamdır. Ona da baxın. İşləməkdənsə asan yolla pul qazanmağa üstünlük verirəm. Burada da razıyam. Çünki asan pulu qazanmaq olmur axı. 80% razıyam, 20% yox. Dəqiq razısınız. İşləməkdənsə asan yolla Aha, bəli. pul qazanmağa üstünlük verirəm. Təbii ki, siz deyirsiniz ki, asan yolla pul qazanmağa üstünlük verirəm, işləməyə yox. Bu razıyam cavabı düzgün olmaz. Siz asan yol, məsəl üçün sizə desələr ki, get filan kəsə xəbər ver, sizə filan qədər pul verəcəm. Filan məsələni filan yerə çatdır, sizə filan qədər pul verəcəm. Artıq siz deyirsiniz ki, bu asan yoldur. Mən gedim bu formada pul qazanım. Bu doğru olmaz. Aydındır? Məsələn, tutaq ki, icmada işləyirsiniz. Müdir sizə deyir ki, iş yoldaşınız haqqında, səhvləri haqqında, nə edir haqqında mənə əlavə məlumat verin. Mən sizə əlavə 50 manat pul verəcəm. Siz buna gedərsiniz. Təbii ki, getməzsiniz, elə deyil. Yəni asan yolla pul qazanmağa Xeyr, üstünlük xeyr. vermək səhvdir. İnsan işləyib öz haqqını gərək ala. Ona görə də burada qətiyyən razı deyiləm. Aydın oldu? Başa düşdünüz? Aha, bəli. Aydındır. Günel müəllimə Cəfərxan. Bəli, başa düşdüm. Salam. Məsuliyyət mənə ağır gəlmir. Əksinə motivasiya verir. Tamamilə razıyam. Tamamilə razıyam. Bəli, biz məsuliyyətli olmalıyıq və məsuliyyət bir şey məsuliyyət götürmək bizə əksinə motivasiya verir. Bizə məsuliyyətləndirir ki, mənə filan kəs filan işi verib, mən bunu axıra qədər aydındır. 12. Bəli. Bəli. Təbiəti və heyvanları qorumaq hər bir kəsin borcudur. Tamamilə razıyam. Təbii ki, təbiəti və heyvanları qorumaq hər bir kəsin borcudur. Hər kəs təbiəti qoruyub qayğı göstərməlidir. Bu doğrudur. Tənqidi düzgün qəbul edir və özümü inkişaf etdirirəm. Tamamilə razıyam. Bəli, tənqidi düzgün şəkildə biz qəbul edib özümüzü inkişaf etdirməliyik. Ona görə tamamilə razıyam. Doğrudur. Təklikdə vaxt keçirmək bəzən mənə yaxşı təsir edir. Razıyam. Belə olar. Razıyam. Yox, razı deyiləm. Bax, razı deyiləm. 80% razı deyiləm. 20% də yəni istisna bəzən hallarda ola bilər də. Təklikdə vaxt keçirmək bəzən mənə yaxşı təsir edir. Razıyam olsa 80% razıyam. Təklikdə vaxt keçirməyi sevirəm. 20% yox. Qismən razıyam 50-50-dir. Razı deyiləm odur ki, 80% təklikdə vaxt keçirmək istəmirəm, amma 20% istəyirəm. Sizcə hansıdır? 20%. Bəli.
Aydındır. Siz deyirsiniz razı deyiləm. Razı deyiləm. Aha. Başqa fikir olan var bu suala? Bəli. Qismən razıyam, seçərdim mən. Ha, niyə görə? Çünki 50-50 elə olur ki, insan tək qalmaq istəyir, amma elə olur ki, komanda ilə birgə və yaxud da digər yoldaşları ilə birgə olmaq istəyir. Yəni 50-50-yə. Bəli, qismən razıyam daha doyğun cavab olacaq. 15-ə də baxın. Bəzən çox danışan insanlardan uzaq durmağa çalışıram. Qismən razıyam. Niyə görə? Bəzi hallar çox danışan insanlarla danışmaq insanın Baxın. enerjisini. Bəzən elə ola bilər ki, o insan da çox Yəni- danışır, amma onun bizə heç bir faydası yoxdur. Öz-özünə boş-boşuna danışır. Amma elə insan ola bilər ki, çox danışır, Bəli. amma danışdığı faydalı bir şeydir. Ona görə də qismən razıyam. Aydın oldu. Bəli. Yaxşı, Güllü Aslan yazılan müəllimə. Güllü Aslan yazılan müəllimə, buyurun. Bəli. Verdiyim sözlər, bəli, buradayam müəllim. Verdiyim sözlər hər zaman sadiq qalıram, tamamilə razıyam. Təbii ki, burada tamamilə razıyam. Yəni insan verdiyi sözə ümumiyyətlə sadiq qalmalıdır. Tamamilə razıyam. Keçmişdə etdiyim səhvlər düşünmək mənasızdır. Mən burada tamamilə razıyam, seçərdim. Variantı nə olduğunu bilmirəm. Amma keçmişdə olan bir şeyi düşünmək həqiqətən mənim üçün mənasızdır. Keçib də. Bəlkə keçmişdə etdiyiniz səhvlər var. O səhvləri düşünmək mənasızdır. Siz o səhvləri belə deyək, düşünürsüz, gələcəkdə də elə səhv eləmirsiniz. Deyirsiniz ki, mən keçmişdə bu səhv eləmişəm, amma indi bu səhvi etmərəm. Bu addımı atmaram. Ola bilər. Məndə də bu razıyamı götürməliyim. Ola bilər müəllim. Qismən razıyam. Qismən razıyam cavabın qəbul Ya da razıyam. Razıyam. Əlavə fikir olan var bu suala? O qisməni götürdüm. Müəllim mən deyim. Buyurun. Razıyam ola bilər. Çünki 80% düşünmək mənasında, amma 20% sizin onu düşünmək lazımdır ki, bəzi səhvləri düzəldib onu bir də etməmək üçün. Yox, düşünmə mənasızdır. Burada razıyam düzgün olmaq 80% mənasızdır. Mən razıyam deyirəm da, razı. Razı deyilən fikir oldu ki, Razı, keçmişdə etdiyim səhvləri düşünmək mənasızdır. razı deyiləm. Mənasız deyilən mənalıdır. 80% mənalıdır, amma 20% mənasız. Cavab olaraq razı deyiləm olacaq da əsas. Çünki 80% mənalıdır, Səhvlərimiz- 80% keçmişdə səhv eləmişiksə onu düşünməliyik, gələcəkdə səhv eləməyək. Amma 20% ola bilər ki, bizim xırda səhvlərimiz olsun, onu düşünməyə ehtiyac yoxdur. Yaxşı, 18 suala baxın. Müəllim, mən elə demək istəyirdim. Fikrim yürüt. Uzun müddətli hədəfim üçün bu gün fədakarlıq edə ardın görə bilmirəm. Hansı müəllimə cavab verirdi? Edə Güllü bilərəm, Aslan yazılan yəqin müəllimə. Səsiz gəlmir, sizin buyurun. Burada yazılıb uzun müddətli hədəfim üçün bu gün fədakarlıq edə bilərəmdir də yəqin ki, çünki mən cümlənin axırını görə bilmirəm. Tamamilə razıyam. Bu günümdə fədakarlıq edirəm. Variant olaraq tamamilə razıyam. Təbii ki, fədakarlıq etmək doğrudur. Yəni hədəfin varsa fədakarlıq edərəm ona uyğun. Düzdür. İnsanların etibarından istifadə etmək mənə zövq verir. Qətiyyən razı deyiləm. Düzgün olmaz bu. Kiminsə etibarından sui-istifadə eləsin. Məsələn, sənə etibar eləyirsə, sən bundan sui-istifadə elədin, zövq al, bu düzgün olmaz axı. Yaxşı, 20-yə də baxaq. Bəzi hallarda qərar verməkdə çətinlik çəkirəm. Qismən razıyam.
50-50 ola bilər. Bəlkə razıyam. Qismən razıyam. Razıyam Razıyam. da. Razı olanda mənim 80% götürülürdü də. Razıyam 20% neytral Hə, vəziyyətdə qismən qalırdı. razıyam. Düzdür? Doğrudur. Bəzi hallar ola bilər ki, qərar verməyə çətinlik çəkim. Məsəl üçün, xoşladığım belə deyək, paltar varsa, bilmirəm ki, bunu götürüm, yoxsa bunu götürüm. Yəni artıq burada bəzi hallardır. Həmişə o demir axı. Həmişə desəydi, hə, onda razı deyiləm olardı. Amma bəzi hallar sözünə görə artıq qismən razıyam, düzgündür. Başa düşdünüz? Azərin Yolçuyeva. Buyurun, sizlə davam edək. Mənə edilən yaxşılığı tez unuduram. Qətiyyən razı deyiləm. Təbii ki, yaxşılığı unutmaq olmaz, elədir? Bəli. Yalan danışmaq mənim prinsiplərimə ziddir. Tamamilə razıyam. Təbii ki, yalan danışmaq, yox, deyir, yalan danışmaq mənim prinsiplərimə ziddir. Siz razısınız ki, yalan danışmaq həqiqətən də ziddir də sizin prinsip. Yalan danışmaq olmaz. Tamamilə razıyam, doğrudur. 20-ə baxaq. Bəli. İnsanlarla ünsiyyət qurmaqda çətinlik çəkmirəm. Bir dəqiqə. Tamamilə razıyam. Tamamilə razıyam da ola bilər, amma razıyam daha dolğun olar. Çünki bəzi insanlar ola bilər ki, Razıyam da məsəl ola üçün, bu insanla ünsiyyət qurmaq biraz çətin olar da. Çalışdığım qədər ünsiyyət quraram, amma ünsiyyət qurmağa çalışaram. Ünsiyyət quraram, amma çətinliklə ünsiyyət quraram da bu insanla. Yaxşı, 24-ə də baxın. Bəli. Şəxsi maraqlarımı cəmiyyət maraqlarından üstün tuturam. Bir dəqiqə. Şəxsi maraqlarımı cəmiyyət maraqlarından üstün tuturam. Razı deyiləm. Razı deyiləm. Seçərdim mən. Yəni hardasa şəxsi marağım belə deyək, müəyyən qədər olar, amma 20% nə isə üstün tuta bilərəm. Bu da bu şəxsi marağım faydalı olacaqsa cəmiyyətə. Yəni elə ola bilər ki, mənim bir şəxsi marağım olsun, bu cəmiyyətin marağından üstün tutaram həmin marağı. Çünki cəmiyyətin marağından daha fayda verəcək cəmiyyətə. Bu baxımdan. Ona görə də deyirəm ki, razı deyiləm. Artıq burada. Yəni qətiyyən razı deyiləm desəm, 100% cəmiyyətin marağı üstündür. Amma şəxsi marağım 20% mənim üstün ola bilər. Hər hansı bir şəxsi marağım olsun, mənim şəxsi marağım cəmiyyətdən daha yaxşı, çox fayda versin. Bu baxımdan. Aydındır hər kəsə? Həmidə Şərifova. Aydındır. Salam müəllim. Buyurun. Hər kəsin məni sevməsinə şərt deyil. Tamamilə razıyam. Ola bilər ki, sevə də bilərlər, sevməyə də bilərlər. Heç kim məcburiyyət qarşısında deyil ki, kimsə sevə. Məcburiyyət qarşısında deyil, amma Tamamilə razıyam. bəzi məsələlərdə gərək uşaqlar məsələn sizi sevəs ki, belə deyək, dərsdə sizə uyğun Uşaqları sevə bilər. Yəni uşaqların sizi sevməsi şərt deyil. Uşaqlar sizi sevməsə, uşaqlar sizi sevməsə, onda sizin dərsinizə maraq göstərməyəcəklər, maraqsız. Siz gərək elə eləməlisiniz ki, uşaqlara sevdirəsiniz özünüz uşaqlara. Mən o mənada demədim. Razıyam. Yox, mən bildim böyüklərlə ki, ona görə uşaqlar olsa hə. Baxın, qismən razıyam. Böyüklərin sevməsi şərt deyil. Amma belə deyək də, uşaqların sevməsi şərtdir. Ona görə də 50-50-yə belə deyək, qismən razıyam, daha dolğundur. Ona görə uşaqlar hə, 50-50. 26. Ədalətli olmaq mənim fəlsəfədir. Bəli, tamamilə razıyam. Çünki ədalətli olmaq mənim üçün həyat fəlsəfəsidir. Təbii ki, tamamilə razıyam. Çünki ədalətli olmaq hər bir insan ədalətli olmalıdır. 27.
İdmanla məşğul olmaq sağlamlıq üçün vacibdir. Tamamilə razıyam. İdmanla məşğul olmaq sağlamlıq üçün vacibdir, amma idmandan başqa məsələlər də var ki, onlar da məsələn sağlam qidalanmaq belə sağlamlıq üçün vacibdir. Mən idman eləyim, amma çox yeyim. Bunun nə faydası var? Baya düşdünüz? Heç bir xeyri yoxdur. Gərək hər şeyin öz yerində, Deməli dəyərində. cavabımız nə ola bilər? Tamamilə razıyam Dəyərində ki, gərək hər şey. 100% tək Olmasın. idman insanın sağlamlığı üçün vacibdir. Amma razıyam fikri odur ki, həm idman, həm də başqa məsələlər. Qismən razıyam da onda. Razıyam fikri. Tamam. Yaxşı, 28-ə də baxaq. Gələcək haqqında düşünmək məni hərdən qayğılandırır. Tamamilə razıyam. Çünki gələcək planları gərək insan düşünə ki, irəliyə doğru gedər. Gələcək planları düşünək. Tamamilə razıyam odur ki, siz həmişə gələcəyə düşünürsünüz, bu günü yox. Gələcəyə də düşünmək üçün gərək Deyək gələcək haqqında planların düşünmək məni hərdən uyğunlaşdırasan qayğılandırır. da. Qayğılandırır odur ki, yəni siz belə deyək də, gələcək haqqında fikirləşirsiniz, bu gününüzü fikirləşmirsiniz. Gələcək haqqında fikirləşirsiniz, mən belə olmalıyam, mən elə olmalıyam və s. Yəni 100% deyirsiniz ki, ancaq gələcəyə fikirləşirsiniz, ancaq bu günü yox. Bu düzgün olar? Bu sualın cavabını kim deyər? Onda razıyam da, qismən razıyam. 50-50-yə. Qismən razıyam da, onda iyidir belə. Mən qismən razıyam. Bəli, Mən 50-50. fikrimcə razıyam. Burada cavab qismən razıyamdır. Yəni gələcəyi 50% gələcəyə düşünməliyik, 50% bu günümüzü. Baya düşdünüz? Gültəkin Həsənova. Başqalarının uğuruna səmimi qəlbdən sevinirəm. Tamamilə razıyam. Təbii ki, başqalarının uğuruna biz sevinməyi bizim paxıllığımızın olmamasını göstərir. Ona görə burada tamamilə razıyam. Daha dolğun cavabdır. Komanda ilə işləmək mənim üçün səmərəlidir. Burada razıyam olmalıdır müəllim. Tək Tamamilə də razıyam. işləyə bilərəm komanda ilə Yəni, də. komanda ilə Yoxsa işləmək mənim üçün səmərəlidir. Yəni, komanda ilə işləmək mənim üçün 100% səmərə verə bilər. 100% səmərə verir də biz komanda ilə işləsək. 31. Qarşıma qoyduğum məqsədlərə çatmaq üçün əzmlə çalışıram. Tamamilə razıyam. Çünki məqsədə çatmaq üçün çalışmalıyam ki, məqsədimə çatım. Aydındır. 32-yə də baxaq. Sonra yeniliklər və dəyişiklikləri açığam. Tamamilə razıyam. Yeniliklər fərqli şeylər öyrədə bilər, dəyişikliklər də onun kimi. Bəli, doğrudur. Tamamilə razıyam. Yaxşı, Günay müəllimə Qasımova. Mən hər zaman təmizliyə və səliqəyə riayət etdirəm. Tamamilə razıyam. Təbii ki, təmizlik önəmlidir, doğrudur. Hər kəsin səhv etmə hüququ olduğunu düşünürəm. Burada qismən razıyam olar yəqin ki. Bəli, qismən razıyam. Niyə görə? Səhv edə bilər, etməyə də bilər. Bəli, bəzən məsələn elə ola bilər ki, hamı səhv edə bilər. Həqiqətən də 50% odur ki, bir şey görürsə, biz səhvimizi eləyib, səhv eləyərik, amma sonra o səhvi düzəldərik. Yəni səhv edə də artıq öyrənərik nəyisə. Bu baxımdan 50% doğrudur. Aydındır? İnsanların hüquqlarına hörmətlə yanaşıram. Tamamilə razıyam. Təbii ki, insanların hüququna hörmətlə yanaşmaq lazımdır. Mütləq qaydada tamamilə razıyam. Yaxşı, Bükə Həsənova. Mənim üçün mənəviyyat maddiyyatdan sonra gəlir. Qətiyyən razı deyiləm. Nə yazıb?
Yox, mən qətiyyən razı deyiləm də. Öncəliklə mənəviyyat olmalıdır. Bəzən ola bilər. Qətiyyən razı deyiləm. Bəzən Qətiyyən razı. Xeyr, mənəviyyat bəzən maddiyyatdan belə deyək, maddiyyat mənəviyyatdan bəzən öndə gələ bilər məncə. Amma qətiyyən razı deyiləm, seçirəm, baxarıq. mən necə gələ bilərəm? Məsəl yox, mən necə yəni gələ bilərəm? Məsəl üçün mənəviyyat deyəndə orada sən hüquqlarını başqasına böhtan atmamaq, bu kimi şeylər də Yox, nəzərdə tutulur. bu Necə deyil insan də. Burada uyğun başqa gələ bilməz. mənəvi aləm, Qətiyyən başqa razı deyiləm. məsələlər olur. Yəni, tək bununla bağlı deyil axı. Razı deyiləm ola bilər. Az miqdarda hardasa ola bilər. Razı Yəni, deyiləm də ola bilər. tam səmimi cavab versiniz, hardasa az miqdarda ola bilər burada. Yəni mən bu testdən 430 neçə 37 idi nədir yığdım, yadımda elə qalmışdı. Yaxşı, 37. Balı elə göstərir. Heyvanlara əziyyət verməkdən çəkinmirəm. Çəkinmirəm, qətiyyən razı deyiləm. Heyvanları sevmək lazımdır, təbiətdə qorumaq lazımdır. Burada cavabımız nədir? Qətiyyən razı deyiləm. İncitmək olmaz da canlılar. Bəli, qətiyyən razı deyiləm. Bəzi filmlər məni çox duyğulandırır. Qismən razıyam. Niyə görə? Çünki bəzən elə məsəl üçün Qarabağ haqqında orada şəhidlərlə bağlı filmlər ola bilər. Onda biz duyğulana bilərik də, bu tamamilə Doğru. normal hal. Heç kim görməsə başqasının əşyasını götürərəm. Qətiyyən razı deyiləm. Bu oğurluqdur, hüquqi cəzası var da yəni. Aydındır, doğrudur. Yaxşı, Elnura Nəsibova. Zəhmət olmazsa cavab verən müəllimlər, əllərinizi yendirin. Biz bilək kimlər cavab verməyib. Salam müəllim. Salam, buyurun. Salam müəllim. Kitab oxumaq, dünya görüşümü artırmaq mənim üçün vacibdir. Tamamilə razıyam. Hı -hı. Texnologiyanın sürətli inkişafı məni biraz narahat edir. Qətiyyən razı deyiləm. Müasir zamanədir. Yəni Amma hər hardasa şey bizi narahat eləyər də, elə inkişaf, deyil. necə deyim? Yəni heç Necə? narahat eləmir sizi. Əslində xeyrimizə deyil. Texnologiyanın inkişafı Qətiyyən sizi razı heç narahat deyiləm. eləmir. Bəzən fikirləşəndə Texnologiyanın narahat edib sürətlə bəzi inkişafı, şeylərdə məsəl də üçün xeyir. fikir verin. Məsələn, tibbdəki texnologiyalar narahat Adi bir eləmir. şey deyim də, texnologiyanın bugünkü dövrdə inkişafı bizim bəzi çox şeylərimizi alıb əlimizdən. Məsəl üçün əvvəllər insanlar bir-birinə gediş gəlirdi. Məsəl üçün bu günlər gediş gəliş yoxdur, ancaq WhatsApp üzərindən demək olar 90%. Sonra məsəl üçün əvvəllər insanlar əziyyət çəkirdi, tutaq ki, bir işi görürdü, ev təmizliyi, digər məsələlərdə əziyyət çəkirdi. Amma bu günləri hər şey texnologiyadır. Texnologiyanı qoşursan, oturursan rahat, robot orada işləyir, nə işləyir. Bu bizi bir rahat narahat eləyir. Çünki biz öz məsuliyyətimizi, biraz belə deyək, münasibətlərimizi soyudur. Başa düşdünüz? Məsələn, indi evdə əvvəllər ailədə otururdun, stol başında, hamı danışırdı, söhbət edirdi. İndi 90% ailələrdə ancaq bütün günü yemək yeyəndə belə əlində telefonla otururlar masa başında. Bilmirlər ki, dərdi nədir ailədə, kimin problemi var, kimin problemi yoxdur. Yəni bu bizi narahat eləmir. Elnura O müəllim. baxımdan olanda eləyir. Amma bəzi fikirləşəndə də məsələn tibb baxımından bəli. Deməli burada mən qismən razıyam da. Yəni 50% bizi narahat eləyə bilər. Amma 50% bizim işimizi görür də, Bəli. rahatçılığımızı. Günay müəllimə Qasımova, buyurun, sualınız varsa verin. Əlinizi qaldırdınız.
Yaxşı, davam edək. Oxuyum sualı müəllim. Yox, Elnura müəllim oxuyur. Sadəcə əl üz qaldırırız. Dedim elə bildim sual verirsiniz. Qismən razıyam. Bir dənə vaxta baxım görüm. Hə, vaxt 27 dəqiqə qalıb. Aha, 42-ci suala baxaq. Pul həyatda vacibdir, amma hər şey deyil. Pul həyatda vacibdir, amma hər şey deyil. Bu tamamilə razıyam. Vacibdir, amma hər şey deyil. Pul vacibdir, amma hər şey deyil. Tamamilə razısınız. Bəli. Bəlkə pul vacib deyil. Müəyyən qədər bizə lazımdır. Hər şeyə Vacib. lazım deyil axı. Vacib. Burada razıyam olacaq. 80% razıyam, 20% yox. Mənim üçün pul həyatda vacib deyil. Düzdür, bəzi məqamlarda lazımdır, amma tam olaraq yox. Müəyyən məqamda hər şey deyil fikri. Bu sualda elə Deyir, pul həyatda vacibdir, amma hər şey deyil. Təbii ki, amma hər şey deyil, amma o qədər də vacib də deyil. Yəni bu baxımdan bu pula meylli insanlardır. Tamamilə razıyam cavab verənlər pula meylli insanlardır burada. Məncə Ona qismən razı edəcək onda. Psixologiya deyir Qismən ki, gedir, burada biz yoxsa tamamilə razı. qətiyyən razı deyiləm vurmalıya. Psixologiya bizə bunu deməlidir. 42-də. Yaxşı, 43-ə baxaq. problemlərin həllində yaradıcı yanaşmalar tapıram, tamamilə razıyam. Yaxşı, 44-ə də baxaq, dəyişək müəlliməmizi. Komandada hər kəsin rolunun olması vacibdir, tamamilə razıyam. Təbii ki, Komanda ilə işləyiriksə, hər kəs vacib. Bəli, hər kəsin özünün rolu olmalıdır, vəzifəsi olmalıdır. Yəni amma burada mən tamamilə razıyam, yox, qismən belə razıyam. Çünki 20% ehtiyac olmaz. Əgər komandada məsəl üçün bir insan liderdirsə, onsuz onun liderlik bacarığı var da, buna niyə ehtiyac var ki, belə deyək, rol verim? Bu baxımdan. Razıyam daha dolğun olacaq. Aydındır. Yaxşı. Başqa kimlər cavab vermək istəyir, cavab verməyən müəllimlərdən? Buyursun, əllərini qaldırsın və yaxud da desin, mən cavab verirəm. Cavab verməyən müəllimələrdən. Kimlər cavab vermək istəyir, buyursunlar. Yaxşı, cavab vermək istəmirəm. Yaxşı, eybi yoxdur. Təkrar cavab vermək istəyən müəllimlər əlini qaldırsın. Samaya Əbdürrəhmanlı, siz cavab verməmisiniz. Buyurun. Əlinizi qaldırmısınız. Salam müəllim. Salam, buyurun. İş və şəxsi həyat balansını qorumaq həmişə asan olmur. İş və şəxsi həyat balansını qorumaq həmişə asan olmur. Qismən razıyam. Bəli, bəzən olur çətinlik çəkə bilərik də. Qismən razıyam. Ola bilər. Bəli. Boş vaxtlarımı yalnız yatmaqla keçirdirəm. Yalan olur. Qismən razıyam ya. Xeyr, razı deyiləm. Var məncə. Razı deyiləm, bəli. Yəni 20% yatıram, amma 80% yox. Razı deyil. Bəli. Rüşvət verməklə işimi həll etməyə hazıram. Qətiyyən razı deyiləm. Haqqa girmiş olaraq. Dəqiq razı deyirsiniz. Desələr icmaya 150 manat verin, qoyum sizə işə. Deyirsiniz, verirəm pulu. Elə olar. Bəli, Müəllim, amma uşaqdan anlayışım yoxdur. Onu necə qəbul edirəm? Burada Ona cavab qismən qətiyyən gedir. bəli. Yəni belə deyək də, formal olaraq versik qətiyyən razı deyiləm də, amma ürəkdən olaraq versik qismən razıyam ola bilər, ürəkdən.
48. Qanunlar yalnız zəiflər üçündür. Təbii ki, qanun Qismən razıyam müəllim. Ola da bilər. yox, qanun hər kəs üçündür. Zəiflər üçün deyil axı. Bəli. Qanun hər kəs üçündür. Prezident üçün də qanun var, Bilirəm, müəllim. qanundur. Mənim üçün də, güclü üçün də, zəif üçün də. Hər kəs üçündür. Ona görə qətiyyən razı deyiləm. Elə deyil. Ya, Orası düzdür, amma hər yerdə işləmir də. Düzdür. Qətiyyən razı. 49-a baxaq. Çətin vəziyyətlərdə soyuqqanlılığımı qorumağı bacarıram. Qətiyyən razı. Mən bacarıram. Tamamilə razıyam. Hı -hı. Hər bir işdə detallara diqqət yetirirəm. Hər bir işdə detallara. Tamamilə razıyam. Detallara diqqət yetirmək vacibdir. Yəni bir iş görərsən mütləq hər şeyə diqqət yetirmək lazımdır. Yaxşı, Bikə Həsənova. Reklam bəzi insanları yanlış yönləndirir. Qismən razıyam. Bəli, bəzən ola bilər, bəzən ola bilməz. Qismən razıyam. İradəli insan olduğumu düşünürəm. Tamamilə razıyam. Heç vaxt risk etməyə dəyməz. Heç vaxt risk etməyə dəyməz. Hərdən risk etmək lazımdır da mən. Ona görə razıyam. Deməli, burada cavabımız nədir? Mən razıyam. Razıyam da, çünki hərdən risk etmək lazımdır da. Yəni deyir ki, heç vaxt risk etməyə dəyməz. Bəzən biz risk edə bilərik. Ona görə də burada razı deyiləm olacaq. Heç vaxt risk etməyə dəyməz. Biz razı deyirik də, bəzən risk edə bilərik, elə deyir. Yəni razı deyiləm. Bəli, bəli. 30% razı deyiləm, amma 20% Bəli, 20% ehtimal ola bilər risk edə bilərik 20%. Buna da baxın. Hər kəsə qarşı nəzakətli davranmağa çalışıram. Hər kəsə qarşı nəzakətli davranmağa çalışıram. Tamamilə razıyam. Bəli, kimliyinə asılı olmayaraq biz hər kəsə nəzakətli davranmalıyıq. Yaxşı. Azərin Yolçuyeva. Bəli. Görün bir dəqiqə, neçə dəqiqəmiz var? 19 dəqiqə. Başqalarının məsləhətinə qətiyyən ehtiyacım yoxdur. Razı deyiləm. Bəzən ola bilər çünki. Başqasının məsləhətinə ehtiyacım. Bəzən məsləhətə ehtiyacımız ola bilər. Ona görə də cavabımız nədir? Bəli. Cavabımız razı deyiləm. Doğru. Bəli. İnsan xarakteri zamanla dəyişə bilər. Qismən razıyam. Bir dəqiqə. Bir də baxım. Qismən razıyam. Yəni belə deyək, elə insanlar Razıyam. onsuz onun xarakteri Ola bilər. odur. İnsanın xarakteri dəyişə bilər, amma tam olaraq dəyişməz də. 50% dəyişər, 50% dəyişməz. Bəzi məsələlər dəyişə bilər, amma bəzi məsələlər dəyişməz heç vaxt xarakterdə. Yəni doğuşdan insan nədirsə odur bəzi məsələlərdə. Anladım. Tənqid olunanda həmin şəxsə nifrət edirəm, qətiyyən razı deyiləm. Bəli, tənqid olmaqda qətiyyən razı deyiləm. Buna da baxın. Tez-tez yalan danışmaq məcburiyyətində qalmıram. Yəni qətiyyən razı deyiləm. Bəli. Yaxşı. Günel Cəfərxan. Bəli.
Həyatda hər şey Həyatda hər şeyi olar. pulla almaq olar. Qətiyyən razı deyiləm. Həyatda hər şeyi pulla almaq Doğru, olar. razı Bəzi şeyləri pulla almaq olmaz da, elə deyil. Məsəl üçün, insan ömrün pulla almaq Razı olmaz. deyiləm də ola bilər. Razı deyil. Deyirəm, Razı hər şeyi deyiləm, pulla razı deyiləm. Razı deyiləm. Çünki belə deyəcəm. Xeyr. 80% şey pulla almaq olar, Evet. amma 20% pulla almaq olmaz. Məsəl üçün, insanın ömrü. Deyiləm, razı deyiləm. Məsələn, xəstələnsə onu sağaltmaq pulla olmur da. Qətiyyən razı deyiləm. Əslində qalsa məncə burada razı deyiləm ola bilər, amma cavab qətiyyən razı Bəli. götürəcək. Amma razı deyiləm fikri daha dolğundur mənə görə. Cavab qətiyyən razı deyiləm götürülüb məncə. Yaxşı, 60. Məqsədimə çatmaq üçün başqalarını aldatmaq olar. Qətiyyən razı deyiləm. Bəli, heç 60-da. kimi aldatmaq olmaz da. Məsələn, mən Məqsədimə çatmaq üçün Yaxşı, madəm qətiyyən müəllim işləyim, amma kiməsə yalan deyim buna görə. Bu düzgün olmaz. Qətiyyən razı deyiləm. Anladım, bu düzgün olmaz. Bəli. Bəli. İş yoldaşlarımın fikirlərinə həmişə diqqətlə qulaq asıram. Tamamilə razıyam. Bəli. Yaxşı. Gültəkin Həsənova. Biliklərimi təmkin Gültəkin Həsənova, buyurun. Daima öz biliklərimi təkmilləşdirirəm. Tamamilə razıyam. Başqalarına kömək etmək məni mənəvi zövq verir. Mənəvi yox, müsbət zövq verir. Ona görə razı deyiləm. Mənəvi söz nə deməkdir? Qətiyyən razı deyiləm. Mənəviyyatım da daxili cəhətdən mənə zövq verir də kömək etmək. Niyə razı deyilsiniz ki? Hə, elə müəllim. Mənəvi Orada sözün yox, sifət tamamilə mənəvi razıyam. cəhətdən. Məsəl üçün kiməsə kömək eləyirəmsə, mən artıq belə deyim, mənəvi cəhətdən mənə zövq verir. Mən ruhən sakit oluram, ləzzət alıram ki, bu günləri mən yaxşılıq eləmişəm. Olmaz bu? Olar müəllim, tamamilə razıyam. Şəxsi inkişaf planım var və ona əməl edirəm. Tamamilə razıyam. Bəli. Amma xəyanət etmək olar, olmaz. Qətiyyən razı deyiləm. Bəli. Yaxşı, Günay Qasımova. İş yol Günay Qasımova, buyurun. İş yoldaşlarımın arxasında danışmağı sevirəm. Qətiyyən razı deyiləm. İşdə məsuliyyətdən qaçmaq üçün bəhanələr uydururam. Qətiyyən razı deyiləm. Şəxsi mənafeyim üçün dostlarıma qurban verə bilərəm. Qətiyyən razı deyiləm. Vergilərdən yayınmaq ağıllı addımdır. Qətiyyən razı deyiləm. Bəzən işlərim çox olanda stres keçirirəm.
Bəzən qismən razıyam olarmı? Bəzən də olur da adam stres də keçirə Bəzən, bilir. bəzən ola bilər. Həmişə yox, bəzən stres keçirmək olar. Ona görə qismən razıyam cavabı dolğundur. Yaxşı, görək vaxtı nə qədər qalıb? 12 dəqiqə davam eləyək. Gülnar Ələkbərova. Mən etibar edilən sirləri heç vaxt açmıram. Tamamilə razıyam. Bəzən risk etmək lazımdır, amma ehtiyatla. Qismən razıyam. Bəzən risk etmək olar da. Bizə demir axı risk etmək. Deyir, bəzən risk etmək. Baxın, bəzən sözü var. Tamamilə razıyam. Hə, qismən razıyam doğru cavabdır, düzdür. Bəzən risk etmək lazımdır, amma ehtiyatla burada qismən razıyam. Yəni risk etmək olur 50%. Düzdür. Münaqişələr sülh yolu ilə həll etmək üstünlük verirəm. Tamamilə razıyam. İşdə qaydaları pozmaq mənə normal gəlir. Qətiyyən razı deyiləm. Təbii ki, qaydalar hamı üçündür. Pozmaq düzgün deyil. Tapşırılan iş yarımçıq qoymaq mənə xasdır. Müəllim, xasdır Mənə məxsusdur deməkdir. Xasdır, məxsusdur. Yəni tapşırılan işi yarımçıq qoymaq mənim qətiyyən razı xarakterimdir. deyiləm. Yarımçıq qoyuram mən o mənada. Qətiyyən razı deyiləm. Yaxşı, davam qətiyyən razı edək. Zəhmət olmasa cavab verən müəllimlər əllərini yendirsin. Yaxşı. Gülü Aslan yazılan müəllimə sizlə davam edək. Bəli. Dünyada baş verən xəbərlər məni maraqlandırmır. Qətiyyən razı deyiləm. Bəzən maraqlandıra bilər, bəzən maraqlandıra bilməz. Bəlkə qismən razı deyiləm olacaq. Razı deyiləm. Bəlkə də razı deyiləm. Razı deyiləm olsun. Razıyam da ola bilər, elə bilərəm. Çünki Dünyada baş verən xəbərlər məni maraqlandırmır. Təbii ki, bizi maraqlandırır. Çünki bizim dünya görüşümüz artmalıdır. Dünyada nə baş verib, nələr olur, hansı yeniliklər var. Məni maraqlandırmırsa, mən deyirəm ki, razı deyiləm. Yəni 80% dünyada baş verən xəbərlərə baxıram, amma 20% baxmaya bilərəm də bu mənada. Növbəti suala baxın. Deməli 9 dəqiqəmiz qalıb, biraz gözləyək. Həyatım hər şey təsadüfdən asılıdır. Qismən razıyam. Hər şey təsadüfdən asılı deyil, axı ola da bilər, olmaya da bilər. Qismən razıyam. Qismən razıyam. Bəlkə razı deyiləm də. Yəni 80% təsadüf yoxdur, amma 20% var. Ola bilər. Qismən razıyam. Ola bilər. 50% təsadüf yoxdur, 50% da ola bilər, amma razı deyiləm. 80% təsadüf yoxdur, 20% var. 20% təsadüf ola bilər də. Razı deyiləm. 78. çətin tapşırıqlar mənə özümü sübut etmək üçün şans verir. Tamamilə razıyam. Müasir musiqi janrları dinləməyi sevirəm. Qətiyyən razı deyiləm. Müasir musiqimizdən O demək ki, mən razı deyiləm. Baxın, siz qətiyyən razı deyilsiniz. Siz musiqi dinləmirsiniz. Amma burada cavab səhv olacaq. Çünki cavab razıyam olacaq. Musiqini dinləmək lazımdır, elə deyil. Əslində dinləyirəm. Musiqi dinləyirəm. Orada var ki, müasir musiqi. Bizim də müasir musiqimiz hal-hazırda yaxşı vəziyyətdə deyil. Olsun da, təkcə bizdən söhbət getmir, axı dünyadan gedir. O sualda səhv dediniz. Axırda baxacaq. 80.
Hər gün yeni bir şey öyrənmək üçün səy göstərəm. Tamamilə razıyam. Yaxşı. Gülarə Xəlilova. Hər gün yenilik olmalıdır insan həyatında. Bəli. Buyurun. Səhvlərimdən dərs çıxarmağı bacarıram. Tamamilə razıyam. Çünki hər insan səhvindən nəticə çıxarmalıdır. Başqasının uğurunu qısqanclıqla qarşılayıram. Xeyr. Qətiyyən razı deyiləm. Hər kəsin uğuruna sevinməliyik. Başqasının ideyasını öz adım kimi təqdim edərəm. Xeyr, olmaz. Qətiyyən razı deyiləm. İş yoldaşlarımın köməyinə ehtiyac duymuram. Burada razı deyiləm olacaq. Bəzən lazımdır. Bəzən ehtiyac Bəli. olur, bəzən isə ehtiyac olmur. Bəli. Bəzi ənənələr müasir dövrlə ayaqlaşmır. Bəzi ənənələr müasir dövrlə ayaqlaşmır. Ənənələr. Burada razıyam olacaq. Razıyam olur ki, 80% ayaqlaşmır. Qismən razıyam olacaq da. Ənənə nədir ki, yəni ki bu 50-50-yə də. Həmidə Şərifova. Ətrafımdakı insanlara müsbət enerji verməyi sevirəm. Tamamilə razıyam. Başqalarına qarşı kobud davranmaq güc göstəricisidir. Xeyr, qətiyyən razı deyiləm. Həyatda hər şeyi planlı olmasının bəzən də sığırçı ola bilər. 50-50-yə qismən razıyam. Ola da bilər, olmaya da bilər. Başqalarının bədbəxtliyi məni maraqlandırmır. Xeyr, qətiyyən razı deyiləm. Vaxtının idarə edilməsi üçün bacarıqlanmalıyam. Tamamilə razıyam. Aydındır. Sevda Rəhimova. Sosial şəbəkələrdə vaxt keçirmək bəzən lazımdır. Bəzən lazımdır da əməllə. Razıyam. Burada qismən razıyam ola bilər. Razıyam ola bilər. Baxarıq axırda buna. Razıyam müəllim. Ondan daha mənə elə gəlir, yaxşı olar. Yaxşı. Axırda onu baxacağam çünki bunları demirəm deyə vaxtımız azdır deyə. 4 dəqiqəmiz qalıb. Tez-tez deyin. Axırda baxaq. Tapşırıqların işin vaxtından əvvəl və keyfiyyətli bitirməyə çalışıram. Tapşırılan işi vaxtından əvvəl və keyfiyyətli çalışıram. Tamamilə razıyam. Uğur qazanmaq üçün hər yol mübahdır. Yox, bu ola bilməz. Qətiyyən razı deyiləm. Ola bilməz. İnsanlara tam etibar etmək üçün zaman lazımdır. Doğrudur, zaman lazımdır. Razıyam, tamamilə razıyam. Elə də ola bilər, 50-50-yə. İş yerində rahat mühit məhsuldarlığı artırır. Razıyam, tamamilə razıyam. Yaxşı. Zeynəb Aliyeva, zəhmət olmasa son sualları deyin. 3 dəqiqəmiz qalıb. Hər zaman lider olmaq mənə maraqlı deyil. Qismən razıyam. Qismən razıyam, 50-50-yə. Hər bir iş yalnız özüm görməliyim, heç kimə güvənmirəm. Qətiyyən razı deyiləm. Qətiyyən razı deyiləm. Öz hisslərimi idarə etməyi yaxşı bacarıram, tamamilə razıyam. Yaxşı bacarmıram idi, bacarıram idi. Tez-tez oxudum. İncəsənət nümunələrinə yaxşı bacarıram, tamamilə razıyam. İncəsənət nümunələrinə baxmaq mənə zövq verir, tamamilə razıyam. Bəzən razıyam da ola bilər. Yeni texnologiyalar öyrənməyə həvəsliyəm, bu da tamamilə razıyam. Yaxşı, 80-dən bəri baxacaq.
485 bal. 15 bal səhv yazmışıq. 80-dan bəri səhvlərimizdir yəqin. Deyir ki, bəzən köhnə dostlarla əlaqəni itirmək normaldır. Biz razıyam yazmışıq, amma cavab qismən razıyam imiş. Bəzən köhnə dostlarla əlaqəni itirmək normaldır. Bunu hansısa müəllimə dedi. Mən dedim ki, burada cavab qismən razıyam. Yəni 50-50-yə normaldır. Siz dediniz razıyam. Mən dedim. Bəli. Burada cavab qismən razıyam. Yəni bəzən köhnə dostlarla əlaqəni itirmək normaldır. Yəni qismən razıyam. Sonra yaradıcı işlərlə məşğul olmaq mənə stimul verir. Stimul soruşan müəllimə var idi. Ya tamamilə razıyam cavabı verdi, amma cavab razıyam çıxdı. Çünki burada 80% stimul verə bilər, 20% yox. Bunu da demişdik. Sonra mənim üçün mənəviyyat maddiyyatdan sonra gəlir. Bu məsələdə də demişdik. Müəllimənin bir yazdığı qətiyyən razı deyiləm. Hansısa müəllimə idi. Mən dedim bəzən ola bilər. Amma dedim sizin fikrinizi yazıram. Qətiyyən razı deyiləm. Cavab razı deyiləmdir. Bəzən mənəviyyat maddiyyatdan sonra gələ bilər. Bəzən. Sonra pul həyatda vacibdir, amma hər şey deyil. Buna biz tamamilə razıyam yazırıq, amma qismən razıyam cavab. Çünki 50-50-yə 50% pul vacibdir, amma 50% vacib deyil. Başa düşdünüz? Sonra müasir musiqi. Musiqi yanlarını dinləməyi sevirəm. Bikə müəllimə, siz ediniz deyəsən, səhv eləmirəmsə. Hansı müəllimə edin musiqi? Dedi bizim musiqimiz yoxdur. Mən demişdim müəllim. Bəli. Yəni burada müasir musiqi dinləməyi sevirəm. Biz yazırıq ki, buna razıyam. Çünki müasir musiqi 80% sevirəm dinləmək. 20% amma müasir musiqi yox, məsələn retro musiqiyə qulaq asıram. Bu baxımdan razıyam. Sonra sosial şəbəkələrdə vaxt keçirmək bəzən lazımdır. Buna razıyam dedik, mən də razıyam dedim. Amma cavab qismən razıyam. Yəni 50% sosial şəbəkədə vaxt keçirmək lazımdır, amma 50% lazım deyil. Biz buna razıyam demişdik, mən də razıyam demişdim. Sonra İnsanlarla tam etibar etmək üçün zaman lazımdır. Qismən razıyam. 50% zaman lazımdır, amma 50% yox. Bu baxımdan. Sonra hər bir işi yalnız özüm görməliyəm. Heç kimə güvənmirəm. Bu kimin sualı idi? Bu deyəsən mənim sualım idi. Cavab razı deyiləmdir. Qətiyyən razı deyiləm, yox razı deyiləm. Belə bir sual cavab budur. Yəni razı deyiləm. 80% özüm görməliyəm, amma 20% kiməsə etibar eləməliyəm. Də başa düşdünüz? Sonra incəsənət nümunələrinə baxmaq mənə zövq verir. Bu da tamamilə razıyam yazılır. Burada da razıyam. Dedim ki, yəni ola bilər zövq versin, ola bilər zövq verməsin də. 80% zövq verir, amma 20% zövq vermir. Başqa iş zövq verir mənə. Aydındır? Sonra yeni texnologiyaları öyrənməyə həvəsliyəm, tamamilə razıyam və razıyam. Burada da eyni qaydada razıyam fikri daha dolğundur. Yəni 80% həvəsim var, amma 20% ola bilər həvəsim olmasın. Tamamilə razıyam fikri məncə daha dolğundur. Ola bilər burada biraz səhvli oldu. Texnologiya önəmli deyil. Burada tamamilə razıyam fikri daha dolğun olar mənə görə. Nəysə. Bəli, bu sual mənim idi. Deməli, demək olar ki, 90% suallara cavab vermişik. Yəni, bir-iki dənə sualdan başqa. Elə bir böyük bir səhvlik yoxdur. Bir-iki sualdan amma biraz qərarsızlıq ola bilər bəzi məsələlərdə. Məsəl üçün, bu dediyim bu texnologiya öyrənməyə həvəsliyəm. Burada tamamilə razıyam. Mənə görə daha dolğun ola bilərdi. Burada razıyam cavabı verilib. Məsələn, sonra mənəviyyatda biraz problem ola bilər bu sualda. Biraz yüngülbari nəsə qərarsızlığımız ola bilər bu sual. Biraz düşündürücüdür. Sonra digər məqamlarda yoxdur. Yəni, bunlar hamısı düzdür. Yaxşı, belə. Kimin sualı var?